Danışacağımız mövzu Türk dünyası ölkələrdir, Türk dünyası birliyidir. Azərbaycan Respublikası dünyanın müxtəlif təşkilatlarında təmsil olunur. Onlardan biri də Türk Dövlətləri Təşkilatıdır. Tarixi, keçmişi, dil, mədəniyyət oxşarlığı ilə 250 milyon nəfərə çatan Türk xalqları birliyi mövcuddur. Və Türk xalqları eramızdan əvvəl Avrasiya materikinin mərkəzi hissələrində geniş bir ərazidə yayılmış, daha sonra ətraf ərazilərə köç etmiş və dövlətlər yaratmışdır. Türk birliyinin yaranmasında əsasən Böyük İpək yolunun böyük bir önəmi vardır. Türk Dövlətləri Təşkilatına 5 əsas üzv dövlət aiddir. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, 2 müşahidəçi dövlət Türkmənistan və Macarıstan daxildir. Yəni bunlar Türk Dövlət Təşkilatının üzvləri və müşahidəçi dövlətləri hesab olunur. Türk dövlətləri müxtəlif sahələrdə birlik yaradıb ki, məsələn bunlara TÜRKPA, TÜRKSOY, Beynəlxalq Türk Akademiyasını və s. göstərmək mümkündür. Türk xalqlarının ilk məskunlaşdığı ərazilər Mərkəzi Asiya olmuşdur. Avrasiya materikində ən qədim sivilizasiyalar mövcud olmuşdur. Daha sonra isə, yəni bu zaman türklər çöl ərazilərində məskunlaşmışdır. Deməli, Türk xalqları hal-hazırda Mərkəzi Asiya, Qafqaz, Kiçik Asiya yarımadası, Sayan Altay dağları, Talas vadisi, Ordus vilayəti, Orxoy Yenisey ətrafı ərazilər, Urmiya gölü hövzəsi, Qaradəniz sahillərində məskunlaşmışdır. Böyük çöldə məskunlaşıb, yəni bu gördüyünüz mərkəzi hissə Böyük çöl ərazisi adlanır. Böyük çöldə məskunlaşmışdır. Onlar atçılıq, heyvandarlıqla məşğul olmuşdur. Həmçinin alaçıqlarda, yurtalardan istifadə etmişdir ki, bunlar köçlə bağlı olaraq rahat açılıb yığılan yurtalar və alaçıqlar adlandırılır. Xalqların böyük köçü, ümumiyyətlə türklərin bu yer dəyişməsi xalqların böyük köçü adlandırılır və bu miqrasiya eramızın 2-ci əsrdən başlayaraq 300 ildən çox davam etmişdir. 5-ci, 6-cı əsrlərdə Altay dağlarından Avropaya qədər yayılaraq şərq, qərb, Slavyan pravoslav sivilizasiyaların mövcud olduğu ərazilərdə məskunlaşmışdır. Ki, bu da məsələn rus dillərində bəzi adların türk mənşəli adlarından uyğunluğu da onların tarixən eyni ərazidə məskunlaşmasını sübut edir. Türk xalqları zahiri əlamətlərinə görə bir-birindən fərqlənir. Azərbaycanlılar, türklər, türkman, tatarlar həm Avropoid, həm də Monqoloid irqin qarışığından ibarətdir. Uyğur, Yakut və Qırğız. Bunlar yalnız Monqoloid, Qaqauz və Karaim isə yalnız Avropoid irqinə mənsubdur. Ümumiyyətlə türk xalqları dil, adət-ənənələrinə, şifahi xalq ədəbiyyatına, yazı mədəniyyətinə görə bir-birinə oxşarlıq vardır və bir-birlərinə təsirləri mövcuddur. Orxon Yenisey ən qədim abidələrindən biridir türklər üçün. Rusiyanın Yenisey vadisi ərazisində, Monqolistanda isə Orxon çayı sahilində mövcuddur. Kultikinin abidəsi burada göstərilmişdir. Kurqanlar isə Altay dağlarından Qafqaz dağlarına qədər mövcuddur ki, burada qızıl, gümüş, bəzək əşyaları ilə və s. zəngindir. Türk xalqları dini inancları əslində bir-birindən oxşarlıq təşkil edir, amma müəyyən qədər fərqlər də var. Onlar Tengri, yəni əbədi səma ruhuna sitayiş edirdilər. Hal-hazırda Tıvallar buddizm, Altay və Xakasiya şaman, Çuvaş Qaqauz xristiyan, Qırımçaq Karaimlər iudaizm, digərləri isə türk, Azərbaycan, tatar, özbək, qazax, qırğız, türkmənlər isə İslam dininə sitayiş edir. Türk xalqları oturaq həyat tərzi keçirməmiş, daim hərəkətdə olmuş və köç etmişdir. Və siyasi, iqtisadi, sosial-ekoloji səbəblərlə əlaqəlidir bu köç. Birincisi, əhalinin təbii artımının yüksək olması, məşğuliyyətinin heyvandarlıq olması və bunun səbəbdən də heyvan sürülərinin otarmaq üçün yem ehtiyatı bol olan ərazilərə köç etməsi, qanuni hakimiyyət oğullardan birinə keçdiyi üçün hakimiyyətdə olmayan varislər boş ərazilərə köç edib və yeni dövlətlər qurmuşdu ki, bu zaman hakimiyyət keçəndə daha çox böyük oğula keçirdi. Türk xalqlarının yaşadığı ərazilərdə iqlim dəyişikliyinin olması, məsələn, quraqlıqların baş verməsi,
Güclü dövlətlərin təzyiqi altında, əsarəti altında yaşamaq istəməyən türk tayfaları məcburən köç etməyə məcbur qalmışdır. Bunlardan eyni zamanda məcburi miqrasiyanı da göstərmək olar ki, məsələn, Krım tatarı, Axıska türkləri, Azərbaycanlılar sürgünə məruz qalmışdır, məcburi miqrasiya etmişdir. Və son olaraq da yüksək həyat səviyyəsi axtarmaq üçün Avropaya, Şimali Amerikaya da türk xalqları miqrasiya etmişdir. Ümumi türk dilinin yaradılması ideyası İsmail bəy Qaspırağıya məxsusdur. 1883-cü ildə Tərcüman qəzetində məqalə yazmış və vahid türk dilinin yaradılmasının zərurliyini əsaslandırmışdır. Atatürk isə 19-20-ci əsrin əvvəllərində islahatlar keçirmiş, türk dilinin ərəb və fars sözlərindən təmizlənməsi məqsədi ilə həyata keçirmişdir. Ümumi türk dilinin vacibliyinin nəzəri əsaslarını Yusuf Akçura, ortaq türk dilinin türk birliyinin yaranmasını isə Əli bəy Hüseynzadə ilə Ziya Gölab tədqiqatlar aparmışdır. Türk dünyası birliyinin yaranmasının zəruri səbəblərinə dil birliyi, tarixi coğrafi məkan, əxlaq birliyi, el sənətlərinin ümumiliyi, yazı mədəniyyəti, şifahi xalq ədəbiyyatı və coğrafi toponimlərin oxşarlığı aiddir. Lakin din birliyi buraya aid deyil. Çünki türklər müxtəlif dinlərə sitayiş edir. Yəni bu səbəbdən də din birliyi deyilə bilməz. Türk dünyası birliyinin qurulması üçün aşağıdakılar həyata keçirilməlidir. Ölkələr arasında birincisi sərbəst gidiş-gəlişi təmin eləmək və bunun üçün viza rejimini ləğv etmək, təhsil, mədəniyyət, səhiyyə və s. digər sahələrdə əlaqələrin yaradılması, tələbə-müəllim mübadiləsi, idman oyunlarından ölkələrarası müxtəlif tədbirlərin həyata keçirilməsi, bank sistemi ümumi yəni türk ölkələri üçün ümumi bank sistemi təşkil edilməli, kreditlər verilməli, maliyyə pul mübadiləsi həyata keçirilməlidir. Beynəlxalq pek rabitə sistemi yaratmağı, kommunikasiya əlaqələrini gücləndirmək, su, enerji, nəqliyyat və s. digər sahələrdə layihələr həyata keçirmək, şərq ilə qərbi birləşdirən magistralların əhəmiyyəti burada çox böyükdür. Birgə xarici siyasət yeritmək, beynəlxalq təşkilatlarda birgə çıxış etmək, hərbi siyasi təşkilat yaratmaq, bunlar hamısı türk dünyası birliyinin yaradılması üçün əsas vacib şərtlər hesab olunur. Türk dünyası birliyinin möhkəmlənməsinə mane olan bir sıra səbəblər var ki, bunlardan biri türk xalqları uzun tarixi dövr ərzində müxtəlif ərazilərdə məskunlaşdığı üçün bir-birlərindən uzaq düşmüşdür və əlaqələr nisbətən zəifləmişdir. Güclü dövlətlərin bu birliyin yaranmasına, möhkəmlənməsinə qarşı çıxması, müxtəlif ideologiyaların təsiri altında bəzən liderlər bir-birlərinə laqeyd münasibət göstərirlər və bir də türk dili mövcud olmamış, vahid türk dili mövcud olmamış dil fərqlərinin yaranması da türk dünyası birliyinin möhkəmlənməsinə mane olan səbəblər hesab olunur. Türk dünyası birliyi 2009-cu ildə Astana sammitində, yəni Qazaxstanda Britaniya əməkdaşlığı, Ərəb liqası və s. modelində yaradılmışdır. Birliyə daxil olan ölkələr BMT və ATƏT-in prinsiplərinə əsaslanır və onu qəbul etmişdir. Türk dünyası birliyinin yaranmasının əsas səbəblərinə türk xalqları arasında siyasi, iqtisadi, təhlükəsizlik, sosial mədəni əlaqələrin yaradılması, beynəlxalq layihələr və s. buraya daxildir. Hazırda 6 müstəqil türk dövləti mövcuddur ki, bunlara Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkistan, Türkmənistan, Qırğızistan daxildir. Türk qurumları isə Sibir regionunda məskunlaşan türk qurumları, yəni Sibir regionunda yerləşən Altay, Tıva, Xakasya və Saxa-Yakutiya, Ural-Volqa-boyu regionunda yerləşənlər Başqırdistan, Tataristan və Çuvaşiya, Şimali Qafqaz regionunda Kabarda-Balkar və Qaraçay-Çərkəz, Çin Xalq Respublikasının tərkibində isə Uyğur Muxtar Respublikası Muxtar Vilayəti mövcuddur. Bunlardan əlavə muxtar vilayət olmasa da, dövlət olmasa da türk xalqları bəzi ölkələrdən məskunlaşıb. Məsələn, İranda xüsusilə Azərbaycanlılar, Rusiyada həmçinin Azərbaycanlılar, Türkman xalqları İraq ərazisində, burada İraqın şimal hissəsində Türkman xalqları, Əfqanistanda yenə məsələn Qırğız, Özbək, Uyğur, Türkmənlər məskunlaşmışdır. Gürcüstanda Gürcüstan Azərbaycanlıları, Suriya ərazisində Suriya türkləri, Krım tatarları Ukrayna ərazisində,
Bolqar türkləri Bolqarıstanda, Qaqavuz xalqları Rumıniya, daha doğrusu Qaqavuz xalqları Moldovada da, həmçinin Rumuniyada da yenə türklər mövcuddur, Qaqavuz qıpçaqlar. Daha sonra Karaimlər Latviya və Litva ərazisində Karaimlər məskunlaşmışdır. Alp-Himalay geosinklinalında yerləşən türk ölkələrinə Türkiyə, Azərbaycan, Şimali Kipr, Qafqazda olan Kabarda-Balkar Qaraçay Çərkəz, həmçinin Türkmənistanın cənub hissəsi Aşqabad, paytaxtı Aşqabad geosinklinalda yerləşir və Özbəkistanın yenə cənub hissəsi Daşkənd geosinklinalda yerləşir. Qırğızistan isə paytaxtı Bişkek yenə geosinklinalda yerləşən ərazilərdir. Qədim platformada yerləşən ərazilərə Şərqi Avropa düzənliyi üzərində mövcud olan Tataristan, Başqırdistan və Çuvaşiya və Sibirdə yerləşən Saxa-Yakutiya qədim platformada yerləşir. Cavan platformada yerləşənlər isə Turan ovalığında yerləşən Qazaxıstan, Özbəkistan və Türkmənistan aiddir. Mezozoy qırışıqlığı isə Verxoyansk və Çerski dağlarına görə Saxa-Yakutiya ərazisi Mezozoy qırışıqlığında mövcuddur. Yenidən fəallaşan ərazilərdə yerləşənlər isə Çinin şimal hissəsində, Rusiya ərazisində Altay, Xakasiya və Tıva əraziləri, çünki Altay dağları bu ərazilərə düşdüyü üçün, həmçinin Qırğızistanda Tianşan dağları yerləşdiyi üçün Qırğızistanda yenidən fəallaşan ərazilər hesab olunur. Türkiyə ərazisi ölkə olaraq Türkiyə Alp-Himalay geosinklinalında yerləşir. Şimalda Pont, cənubunda Tavır dağları, mərkəzdə isə Anadolu yaylasıdır. Ən hündür zirvəsi Ağrı dağ sönmüş vulkanı hesab olunur. 5165 metrdir. Həmçinin burada Ərziyəs vulkanı yerləşir ki, Ərziyəs dağı o da yenə sönmüş vulkandır. Yəni Türkiyədə fəaliyyətdə olan vulkan yoxdur, lakin sönmüş vulkana rast gəlinir. Türkiyənin birbaşa dünya okeanına çıxışı mövcuddur. Qara dəniz və Aralıq dənizi vasitəsilə Avropa ilə Asiyanın sərhəddində yerləşir. 3% Avropaya, geridə qalan 97% isə Asiyaya düşür və Avropa ilə Asiyanı ayıran İstanbul boğazı, yəni Bosfor boğazı, Bosfor boğazının digər adı İstanbul boğazıdır və bir də Dardanel boğazı, digər adı Çanaqqale boğazıdır. Türkiyə ərazisində yerləşir. Paytaxtı Ankaradır, lakin böyük şəhərlərindən iqtisadi mərkəzləri isə İstanbul şəhəri hesab olunur. Türkiyə bütövlükdə Alp-Himalay geosinklinalında yerləşir. Faydalı qazıntılarından isə xüsusilə də daşkömür, Ereğli və Zonguldaq, daha sonra xromit, mis yatağı mövcuddur. Təbii zona və iqliminə gəldikdə subtropikin Aralıq dəniz tipindədir. Mərkəz hissələri nisbətən kontinentaldır. Əsas subtropikin Aralıq dənizi kənar dəniz hissələrində yerləşir. Bu səbəbdən də codyarpaqlı meşə və koluqlar yayılmışdır. Ən böyük saylarından Dəclə və Fərat saylarıdır ki, Dəclə və Fərat başlanğıcını Türkiyə ərazisindən götürür. İraq və Suriya və İraqdan keçir. İraqın paytaxtı Bağdad şəhərində Şəddül Ərəb adı altında birləşir və sonda İran körfəzinə tökülür. Həmçinin Qızılırmaq və Yaşılırmaq Qara dənizə, Seyhan və Ceyhan isə Aralıq dənizinə tökülür. Kür və Araz çayları da başlanğıcını Türkiyə ərazisindən götürür. Burada olan göllərə Van gölünü göstərmək, Tuz gölünü göstərmək olar ki, şor suludur, axarsız göllər hesab olunur. Tuz gölünün ilə duz çıxardılır. Fərat çayı üzərində isə Kaban və Atatürk su anbarları yerləşir. Türkiyə əhalisinə görə Türk ölkələri arasında birinci yerdədir. Həmçinin təbii artımına görə yenə öndədir. Urbanizasiya səviyyəsi, əhalinin sayına və təbii artımına görə Türkiyə fərqlənir Türk ölkələri arasında. Ceyhan limanı, Antalya, eyni zamanda İskəndəriyyə Aralıq dənizi sahilində yerləşir. Özbəkistan ərazisinə gəldikdə, Özbəkistan materik daxili ölkədir, həmçinin iki qat materik daxili ölkədir, çünki onun qonşu olduğu ölkələrin də dünya okeanına çıxışı yoxdur. Alp-Himalay geosinklinalında yerləşir, bir hissəsi cənub hissəsi paytaxtı Daşkənddir ki, elə Daşkənd Alp-Himalay geosinklinalında yerləşir. Digər hissəsi isə cavan platformadadır, yəni Turan ovalığında yerləşir. Burada məsələn Zəfərşan dağı mövcuddur, Fərqana vadisi, Qızılqum səhrası Özbəkistandadır. Özbəkistan ərazisinin 5/4 hissəsini düzənliklər təşkil eləyir və faydalı qazıntılarından isə daşkömür yatağı Angren Sargon, neft yatağı Fərqana, Urxandərya, Qazlı, Mübarək, Buxara, Urtabulaq
kimi neft, həmçinin təbii qaz yataqları mövcuddur. Qızıla görə Mərkəzi Asiyada əsasən fərqlənir Muruntau yatağı, mis və uran yataqları da yenə mövcuddur. İqlimi isə kəskin kontinental iqlimdir. Şimal hissədə mülayim kəskin kontinentalı, cənubda isə subtropik kontinental iqlimdə yerləşir. Amudərya və Sırdərya çayları bu ərazidən axır. Aral gölü Özbəkistandan Qazaxıstan sərhədində yerləşir. Xüsusilə Amudəryanın mənsəbi elə Özbəkistan ərazisində yerləşir. Çirçik, Zəfərşan və s. kimi çaylarını da göstərmək olar. Ərazinin çox hissəsi iki çay arasında yerləşir. Söhbət Amudərya ilə Sırdəryadan gedir. Və həmçinin burada Çirkiç çayı üzərində Çarvaq və Çimkurqan su anbarları da mövcuddur. Özbəkistanda bir çox xalqlar, özbəklər, böyük bir hissəsini özbəklər təşkil edir, amma Rus, Ukrayna, Qaraqalpaq, Tatar və s. kimi xalqlar da yaşayır. Metallurgiya, kənd təsərrüfatı, minik avtomobil, təyyarə istehsalı, xüsusilə də təyyarə istehsalı mövcuddur. Pambıqçılığa görə fərqlənir. Pambığın ilkin emalından son emalına qədər Özbəkistanda mövcuddur. Şəkər çuğunduru, qaragül qoyunçuluğu, atçılıq burada yerləşir. Türkiyə ərazisində isə əsasən türklər, həmçinin kürdlər və ərəblər yaşayır. Burada metallurgiya, kənd təsərrüfatı, minik, ümumiyyətlə avtomobil, maşınqayırma sənayesinin demək olar ki, bütün sahələri təyyarə istehsalı da Türkiyədə mövcuddur. Pambıq, zeytun, sitrus meyvələri, üzüm, anqor keçiləri, quşçuluq, baramaçılıq, qarğıdalı, günəbaxan və s. Türkiyə ərazisində yetişdirilir. Qazaxıstan Mərkəzi Asiyada yerləşir və Qazaxıstan Cavan platformada, yəni Turan ovalığında yerləşir. Xəzər dənizinə çıxışı mövcuddur. Xəzər vasitəsilə Dünya okeanına dolayı yolla çıxa bilər. Bu Volqa-Don kanalına aiddir. Xəzər dənizindən ən çox nefti çıxardan ölkə hesab olunur və Xəzərlə ən uzun sərhəddə malik ölkədir. Qazaxıstanın Tian-Şan dağlarının bir hissəsi Qazaxstanda yerləşir. Həmçinin Xan Tengri zirvəsi burada da 6995 metrdir. Altay dağlarının bir hissəsi Üstyurt, Turqay platosu, Qazaxıstan xırda təpəliyi, Xəzəryanı ovalıq və ən Mərkəzi Asiyadakı ən dərin çökəklik Karaciye çökəkliyi -132 metr Qazaxıstan ərazisindədir. Faydalı qazıntılarından daş kömür, Qaraqanda, Ekibastus, neft yatağı Tengiz, Mangistau, Turqay və Kaşağan, həmçinin təbii qaz yataqları, dəmir filizindən isə Kustanay yatağı mövcud çıxarılır. Əsasən kəskin kontinental, mülayimin kəskin kontinentalında yerləşir Qazaxıstan ərazisi və təbii zonası isə çöl, meşə çöl təbii zonası burada mövcuddur ki, elə çöl, meşə çöl zonasında taxıla görə öndədir. Çaylarından isə obun qolları olan Irtış, İşım, Tobol obun qollarıdır. Bu səbəbdən də İşım, Irtış, Tobol oba tökülür. Ob isə gəlir burada Kara dənizinə tökülür. Hər nə qədər Qazaxıstanın Dünya okeanına birbaşa çıxışı olmasa da, Dünya okeanının hər hansı bir okeanın sahilində yerləşməsə də, çayları bir daxili axarsız hövzəyə, yəni Xəzər dənizinə, iki şimal buzlu okeana aiddir. Ural çayı, Enba çayı isə Xəzər dənizinə tökülür. Qazaxıstan özü də iki qitədə yerləşir. Avropa və Asiya. Bir hissəsi Avropaya, digər hissəsi isə Asiyaya düşür. Aral gölü Özbəkistanın sərhədində, Balxaş gölü, Balxaşa tökülən İli çayı, Zaysan gölü, Tengiz gölü yerləşir. Balxaş şorsulu göldür. Burada su anbarlarından isə İli çayı üzərində Kapçaqay, Sırdərya üzərində Çardərə, Irtış üzərində isə Buxtarma su anbarları yerləşir. Qazaxıstan ərazisində kənd təsərrüfatı sahələrinə pambıqçılıq əlavə olaraq birinci yerdə buğdadır. Daha sonra atçılıq, zərif yunlu qoyunçuluq da mövcuddur. Həm bir sıra məsələn kənd təsərrüfatı maşınqayırması, metallurgiya, yük avtomobilləri və s. burada sənaye sahələridir. Çox millətli hesab olunur, çünki Qazaxlardan əlavə ruslar və Ukraynalılar da yaşayır. Paytaxtı Astanada əvvəllər Nur Sultan adlanırdı, amma hal-hazırda yenidən dəyişdirildi və Astana adlandırıldı. Ən böyük şəhərlərindən biri də Almatı şəhəri hesab olunur. Qırğızistan ərazisi Alp-Himalay geosinkronalında yerləşir və yenidən fəallaşan ərazi hesab olunur Qırğızistan. Burada
Türk dünyasının, müstəqil Türk dövlətlərinin ən hündür zirvəsi olan Tian-Şan dağlarında olan Qələbəpiki 7439 metrdə Qırğızstanda yerləşir. Ərazisinin 95% 1000 metrdən yüksəkdədir, çünki dağlıq ölkədir. Əhalinin böyük bir hissəsi əsasən vadilərdə, dağlar arası vadilərdə, məsələn Fərqanə, Talas, Çu, Ordus vadilərində məskunlaşmışdır. Təbii sərvətlərlə zəif təmin olunmuşdur. Mülayimin kəskin kontinental iqlim tipində yerləşir. Yüksəklik qurşaqlığı daha çox üstünlük təşkil eləyir. Narın çayı üzərində isə Toqtuqol su anbarı yerləşir və ən böyük göllərindən biri Issıqul gölüdür ki, dağlıq göldür. Qırğızistanda atçılıq, qoyunçuluq, maldarlıq inkişaf etmişdir. Yüngül, yeyinti və metallurgiya sənayesi öndədir. Yəni bu sahələrdə o qədər də güclü inkişaf etməyib. Türkmənistan ərazisi cənub hissəsi, yəni paytaxtı, Türkmənistanın paytaxtı Aşqabad Alp-Himalay qurşağında, geridə qalan hissəsi isə Cavan platformada, yəni Turan ovalığında yerləşir. Burada Türkmənistanla İran sərhədində Kopet dağı yerləşir. Türkmənistanın Xəzər dənizinə çıxışı mövcuddur. Türkmənbaşı və Çələkən neft, təbii qaz yataqları, Qaraboğazqol körfəzində isə Qlaber duzu çıxardır. Ümumiyyətlə təbii qaza görə Mərkəzi Asiyada fərqlənir. İqlimi şimal hissəsi kəskin kontinental iqlim tipində yerləşir və səhra, Qaraqum səhrası burada yerləşir. Qızılqum Özbəkistanda, amma Qaraqum Türkmənistan ərazisində yerləşir. Amudərya çayı keçir Türkmənistan ərazisinə, yəni Amudərya, çünki Türkmənistandan keçir, gəlir Özbəkistanda Aral gölünə tökülür. Həmçinin Atrek çayı İranla sərhəddə Xəzər dənizinə tökülür. Murqab, Təcan çayları, Sarıqamış gölü, Qaraqum kanalı Amudərya çayından çəkilən kanaldır ki, nəticədə də Amudərya çayının suyu azalmış, Aralın səviyyəsi aşağı düşmüş, getdikcə Aral qurumuş və ərazilər quraqlıq yaranmış. Aralın suyu şorsulu olduğu üçün quruyanda yerdə duzlar qalmışdı. Elə bu səbəbdən də duzları külək ətraf ərazilərə aparmış, nəticədə də müxtəlif xəstəliklər yaranmışdır. Türkmənistanda da pambıqçılıq, qaragül qoyunçuluğu, atçılıq inkişaf etmişdir. Paytaxtı Aşqabad şəhəridir. Yüngül, yeyinti, xüsusilə yanacaq, energetika sənayesi neftə görə və bu səbəbdən də kimya sənayesi inkişaf etmişdir Türkmənistan ərazisində. Qırğızistan paytaxtı isə Bişkeşdir. Bişkeş də yenə geosinkron ərazidə yerləşir. Sintizyan Uyğur Çinin tərkibində yerləşən bir vilayətdir və Sintizyan Uyğur Alp-Himalay geosinkronunda yerləşir. Ümumiyyətlə Türk dövlət və qurumları arasında ən hündür zirvə Sintizyan Uyğurdadır. Qaraqorum dağlarında Çoqori zirvəsi 8611 metrdir. Lakin müstəqil Türk dövlətləri arasında ən hündür zirvə Qırğızistanda Tian-Şan dağlarında Qələbəpik hesab olunur. Bundan əlavə, Türk dövlət və qurumlarının ən alçaq yeri Sintizyan Uyğurda Turfan çökəkliyi -155. Lakin Türk dövlətləri arasında ən alçaq yer Qazaxstanda Karaciya çökəkliyidir. Yəni Türk dövlət və qurumlarında ən alçaq və ən hündür yer eyni Sintizyan Uyğur ərazisində yerləşir. Kunlun dağları, Tian-Şanın bir hissəsi də yenə Sintizyan Uyğura düşür. Sintizyan Uyğurda bay daş kömür yatağı mövcuddur. Təkləməkan səhrası burada yerləşir və Lobnur gölü də yenə Sintizyan Uyğurda yerləşir. Bu ərazi kontinental ərazidir və bu səbəbdəndir əhali sıx məskunlaşmayıb. Paytaxtı Urumçi əsasən Uyğur xalqları və eyni zamanda Çinlilər məskunlaşmışdır. Buğda, qarğıdalı, şəkər çuğunduru, tütün, pambıq, barama, davar, qaramal və sair saxlanılır, yetişdirilir. Sintizyan Uyğurdan sonra Qafqaz ərazisində mövcud olan Kabarda-Balkar və Qaraçay-Çərkəzdir. Qaraçay-Çərkəz və Kabarda-Balkar. Ümumiyyətlə Qaraçay-Çərkəz Qafqaz dağlarındadır. Mülayimin kontinental iqlim, yəni mülayim kontinentaldır və yüksəklik qurşaqlığı yayılıb. Kabarda-Balkar da yenə Alp-Himalay geosinkronunda Qafqaz dağlarındadır. Mülayim kontinental və yüksəklik qurşaqlığı yayılıb. Qafqaz dağlarının ən hündür zirvəsi olan Elbrus hündürlüyü 5642 metrdir. Kabarda-Balkar ərazisində yerləşir. Kabarda-Balkar və Qaraçay-Çərkəz hər ikisində də yüngül, yeyinti və dağ mədən sənayesi inkişaf etmişdir. Qarğıdalı, günəbaxan, maldarlıq, kənd təsərrüfatı sahələri hesab olunur. Qaraçay-Çərkəzin paytaxtı Çerkesk, Kabarda-Balkarın paytaxtı isə Nalçik hesab olunur. Daha sonra Ural Volqa boyu regionunda isə burada Tataristan, Başqırdistan və Çuvaşiya.
Tataristan qədim platform, ümumiyyətlə bunlar Şərqi Avropa düzənliyində olduğu üçün qədim platformada yerləşir. Tataristan, Başqırtıstan, Çuvaşiya neftə görə fərqlənir. Xüsusilə də burada Tataristan, Yeni Elxon və Bavlin yataqlarıdır. Bunlar mülayim kontinentalda yerləşir. Bu səbəbdən də enli yarpaqlı və qarışıq meşə təbii zonası mövcuddur və bunlardan Volqa çayı axır. Deməli, Ural dağlarının ən hündür zirvəsi Narodnaya da Rusiya ərazisinə düşür. Lakin Uralın digər cənub hissəsinin ən hündür zirvəsi Yamantau 1640 metrdir. O artıq Başqırtıstan ərazisinə düşəcək. Çuvaşiya ərazisində Volqa çayı üzərində Çebuksari, Samara, aşağı Kama su anbarları mövcuddur. Tataristanın paytaxtı Kazan, Başqırtıstan paytaxtı Ufa, Çuvaşiyanın paytaxtı isə Çebuksaridir. Tataristan ərazisində yük avtomobili, KAMAZ, həmçinin neft istehsal olunduğu üçün neft, kimya sənayesi, dağ mədən, yəni burada energetika sənayesi xüsusilə inkişaf etmişdir. Başqırtıstanda isə UAZ minik avtomobilləri, burada da neft, qaz, kimya, dağ mədən sənayesi inkişaf etmişdir. Və bu ölkələr xüsusilə kartof, buğda, şəkər çuğunduru, çovdar və s. yetişdirir. Altay, Tıva və Xakasya Rusiyanın içində, Çinin yuxarı şimal hissəsində yerləşir. Hər üçü də yenidən fəallaşan ərazidədir. Altay dağları elə Altay-Tıva ərazisinə düşür. Altay dağlarının ən hündür zirvəsi Beluxa 4506 metr elə Altay ərazisindədir. Həmçinin bundan əlavə Sayan dağları da Altay-Tıva ərazisinə düşür. Tıvada Ulufem daş-kömür yatağı mövcuddur. Üçü də mülayimin kəskin kontinental iqlimində və yüksəklik qurşaqlığı yayılmışdır. Yenisey çayı Tıva və Xakasya ərazisindən axır. Xakasyada Yenisey üzərində olan Sayan, Şuşensk və Krasnoyarsk su anbarları da yenə Xakasya ərazisində yerləşir. Altayın paytaxtı Gorno-Altaysk, Tıvanın paytaxtı Kızıl, Xakasyanın paytaxtı isə Abakandır. Əsasən bunlar meşə, ağac emalı, yüngül, yeyinti sənayesi Xakasyada Yenisey çayına, Krasnoyarsk və Sayan, Şuşensk su anbarına görə elektroenergetika ses mövcuddur. Ətlik, südlük, maldarlıq, dənli bitkilər, yem bitkiləri və s. arıçılıq, dağlıq ərazi olduğu üçün arıçılıq inkişaf etmişdir. Saxa-Yakutiya Sibir ərazisində yerləşdiyi üçün elə bu səbəbdən də qədim platformada Verxoyansk dağlarına görə isə və Çerski dağlarına görə Mezozoy qırışıqlığında yerləşir. Neft, daş-kömür, qızıl, almaz, platin xüsusilə qiymətli metallar mövcuddur. Cənubi kəskin kontinentalda, yəni mülayimdə, daha sonra subarktik və arktik iqlim qurşağında yerləşir. Bu səbəbdən də tayqa, tundra, meşə tundra və arktik səhralar mövcuddur. Buradan keçən çaylara Kolima, Lena, Lena çayının qolu Aldan, Vilyuy, Yana, İndigirka və s. çayları, elə Vilyuy çayı üzərində isə Vilyuy su anbarı mövcuddur. Saxa-Yakutiyanın paytaxtı Yakutsk, Lena çay sahilində yerləşir. Burada meşə təsərrüfatı, ağac emalı, hasilat sənayesi inkişaf etmişdir. Xəz dəri, ovçuluq, qaramal və s. mövcuddur. Burada Rusiyada yerləşən türk dövlət qurumlarını göstərilib. Saxa-Yakutiya 2 rəqəmi ilə göstərilən Altay, 3 Xakasya, 1 Tıva, 7 rəqəmi ilə göstərilən Çuvaş, 6 Tataristan, 5 Başqırtıstan, 8 Qaraçay-Çərkəz, 9 isə Kabarda-Balkar hesab olunur. Tataristan və Başqırtıstan əsasən neft, qaz inkişaf etdiyi üçün boru kəmər nəqliyyatı xüsusilə burada mövcuddur. Tataristan, Başqırtıstan və Çuvaşiyada neft, kimya, metallurgiya, çax-seldə sənayesi olduğu üçün buradan keçən Volqa çayını çirkləndirir və bu Şərqi Avropa düzənliyi üzərində yerləşən türk qurumlarında urbanizasiya səviyyəsi yüksəkdir. Saxa-Yakutiya və Xakasya ərazisi kəskin kontinental iqlimdə yerləşdiyi üçün əhalinin sıxlığı çox azdır və həmçinin burada işçi qüvvəsi də azdır. Ümumiyyətlə, Şimali Qafqaz regionu, Kabarda-Balkar, Qaraçay-Çərkəz və Ural-Volqaboy regionu ərazisində urbanizasiya səviyyəsi yüksəkdir. Qaraçay-Çərkəz Alp-Himalay geosinklinalında yerləşir. Bu səbəbdən də qurşaqlıq aydın nəzərə çarpır. Landşaft qurşaqları hündürlük üzrə aydın nəzərə çarpır. Mineral bulaqlarla zəngindir və turizm potensialı yüksəkdir.
Çay nəqliyyatı inkişaf etməyib, çünki dağlıq ərazidə olduğu üçün çay nəqliyyatı yaxşı inkişaf etməyib. Altay, Tıva, Xakasya və bir də Saxa-Yakutiya şirin su ehtiyatı ilə yaxşı təmin olunub. Tataristan, Başqırdistan, Suvaş su ehtiyatı ilə yaxşı təmin olunub. Düzənlik ərazi olduğu üçün çay nəqliyyatı inkişaf edib və enerjiyə olan tələbat SIS vasitəsilə ödənilir. Saxa-Yakutiya türk qurumları arasında sahəsinə görə, Sintezyan Uyğur isə əhalisinə görə birinci yerdədir. Sahəsinə görə sonuncu yerdə olan Qaraqalpaqistandır. Əhalisinə görə sonuncu yerdə isə olan Altay hesab olunur. Türk müstəqil türk dövlətləri arasında ərazisinə görə birinci yerdə Qazaxıstan, daha sonra Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızistan və Azərbaycan. Yəni Azərbaycan ərazisinə görə türk dövlətləri arasında sonuncu yerdə durur. Əhalisinə görə isə birinci yerdə Türkiyə, Mərkəzi Asiyada Özbəkistan, yəni türk dövlətləri arasında Özbəkistan ikinci yerdə, amma Mərkəzi Asiyada birinci yerdədir Özbəkistan. Daha sonra Qazaxıstan, Azərbaycan, Qırğızistan və Türkmənistan əhalisinə görə fərqlənir. Türkiyə, Qazaxıstan, Azərbaycanda urbanizasiya səviyyəsi 50%-dən yüksəkdir, çoxdur. Lakin Özbəkistan, Qırğızistan, Türkmənistanda isə urbanizasiya səviyyəsi aşağıdır. Orta yaşa görə isə birinci yerdə Azərbaycandır, yəni orta ömür müddəti daha yüksəkdir. Daha sonra Türkiyə, Azərbaycan, Türkiyə, Özbəkistan və sair kimi ölkələr fərqlənir. Təbii artıma görə birinci yerdə Türkiyədir, sıxlığa görə isə birinci yerdə Azərbaycandır, yəni Azərbaycan. Orta ömür müddətinə və sıxlığa görə birinci yerdədir, ərazinin sayı kiçik olduğuna görə sıxlığa görə birinci yerdədir. Lakin ərazisinə görə sonuncu yerdə Azərbaycan hesab olunur. Özbəkistan Mərkəzi Asiyada əhalinin sayına və əhalinin sıxlığına görə birinci yerdədir. Türk xalqları Altay dil ailəsinə məxsusdurlar və bu Altay dil ailəsi 4 qola bölünür: Oğuz, Uyğur, Qıpçaq və Bulqar. Türkiyə türkləri, Azərbaycanlılar, Türkmənlər, Axıska türkləri, Krım tatarları, Türkmanlılar, İran Azərbaycanlıları və Qaqavuzlar Oğuzlara, Özbək, Salar, Uyğur, Tıva, Şor, Komasin Tobol, Barabat tatarları, Çulum tatarları isə Uyğura. Yəni demək olar ki, bütün tatarlar Uyğura aiddir. Bir tək Krım tatarları Oğuza aiddir. Qazax, Qaraqalpaq, Qumuq, Qırğız, Altay və Nuqaylar Qıpçaqa aiddir. Bütün q hərflərini Qıpçağa demək olar, lakin Qaqavuzlar Oğuza aiddir. Bir də Tatar, Başqırd, Qaraçay, Karayimlər Bulqara aiddir. Yəni, bunu belə götürmək olar ki, Şərqi Avropa düzənliyi üzərində yerləşən Tatarlar, Başqırdılar, bir də Çuvaşlar. Çuvaşlar, Tatar və Başqırdılar Bulqara, həmçinin əlavə olaraq demək olar ki, Şimali Qafqaz regionunda yerləşən Kabarda-Balkar, Qaraçay çərkəzlər isə, yəni Qaraçaylar və Kabardinlər daxildir Bulqara. Daha doğrusu, Qaraçaylar və Balkarlar daxildir Bulqara. Lakin burada Qaraçay çərkəzdə iki xalq yaşayır. Biri Qaraçay, iki isə çərkəzlər. Qaraçaylar hər nə qədər türklərə aid olsa da, Altay dil qrupunun türk dil ailəsinə aid olsa da Qaraçaylar, çərkəzlər isə Altay dil ailəsinə aid deyil. Onlar türk deyil. Çünki çərkəzlər Şimali Qafqazın Abxaz Adıcıya daxildir. Və Kabarda-Balkara gəldikdə isə yenə Kabardin və Balkarlar iki xalq yaşayır. Balkarlar türklərdir, yəni Balkarlar Bulqara aiddir. Lakin Kabardinlər isə eyni çərkəz kimi Şimali Qafqazın Abxaz Adıcıya aiddir. Rusiyada olan Altay, Tıva, Xakasya, Altaylar, Tıvallar və Xakaslar. Bunlardan Tıva və Xakas Uyğura, Altaylar isə Qıpçaq dil yarım qrupuna aiddir. Yəni Altay Qıpçaq, Tıva və Xakas isə Uyğura daxildir. Türk dövlətləri arasında ümumi daxili məhsulun payına görə fərqlənən ölkə Qazaxıstandır. Daha doğrusu Türkiyədir. Türkiyədə ümumi daxili məhsul daha yüksəkdir. Mərkəzi Asiyada isə ümumi daxili məhsula görə Qazaxıstan fərqlənir. Deməli, türk dövlətləri arasında ümumi daxili məhsulun payına görə fərqlənən ölkələr Türkiyə, daha sonra Qazaxıstan, Özbəkistan, Azərbaycan, Türkmənistan və Qırğızstandır. Türk dövlətləri arasında Türkiyə, Mərkəzi Asiyada isə
Qazaxıstan fərqlənir. Burada da əhalinin sayı verilib. Yəni birinci yerdə Türkiyə, daha sonra Özbəkistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Türkmənistan olaraq davam edir. Adam başına düşən ümumi daxili məhsul ümumi daxili məhsulun əhalinin sayına bölünməsi ilə alınır. Və burada da adam başına düşən ümumi daxili məhsul verilir. Belə ki, adam başına düşən ümumi daxili məhsulun payına görə ilk əvvəl birinci fərqlənən ölkə Türkiyədir. Türkiyədən sonra Türkmənistan'da, çünki əhalinin sayı azdır deyə. Bu səbəbdən də Türkmənistan adam başına düşən ümumi daxili məhsula görə fərqlənir. Daha sonra 3-cü yerdə Azərbaycan, 4-cü yerdə Özbəkistan və Qırğızistan, yəni sıra ilə Türkiyə, Türkmənistan, Azərbaycan, Özbəkistan, Qırğızistan və sonuncu yerdə Qazaxıstan hesab olunur.